Və növbəti bağlantımı sizə təqdim etmək istəyirəm. Mənimlə bağlantıda Azərbaycandakı ən böyük Chelsea fan klubu Caspian Blues-un təsisçisi və rəhbəri Ceyhun Şahverdiyevdir. Ceyhun, salam, sabahın xeyir olsun. Sabahınız xeyir, xoş gördük sizi. Tamaşaçıları da salamlayıram. Mareska'dan danışmaq istəyirdim birinci. Mareska'nın gedişi qane etdimi? Yəni, ümumiyyətlə istəyirdinizmi? Bir fan klub olaraq, yəni ki, fan klub daxilində müzakirə etmişsiniz bu məsələləri dəfələrlə. Mareska'nın nəticələrini, onun getmə ehtimalını falan. Ümumiyyətlə, necə yanaşırsın bu addıma? Yəni, bir qism istəyirdi ki, Mareska getsin, bir qism də qalmağını istəyirdi. İki mən qarışıq. Yəni, mən də qalmağını istəyirdim idim ki, çünki mövsümün ortasında məşqçini göndərmək heç yaxşı fikir deyil. Və məşqçi də ambisiyalı məşqçi idi, yəni, belə deyim, işləmək istəyirdi, davam eləmək istəyirdi. Sadəcə olaraq onun da eyni Amorim kimi, yəni Amorimdən qabaq açıqlamaları oldu, əgər yadınızdadırsa, belə deyim ki, rəhbərlik sıxışdırır, rəhbərlik işləməyə imkan vermir, yəni transfer məsələlərinə daha çox qarışır. Ona görə də belə bir problemlərə görə Mareska güman ki, buna görə qovuldu. Çox üzr istəyirəm, amma Mareska Amorimdən fərqli olaraq hara gəldiyini bilirdi. Chelsea'da United qədər qarışıqlıq yoxdur məncə. Chelsea gənc heyət qurur. Chelsea 2 il yarımdır hardasa. Yəni, mən izlədiyim qədərilə deyirəm, 2 il yarımda ancaq gənc futbolçu transfer eləyir. Ancaq 23 yaşa qədər, 25 yaşa qədər futbolçular cəlb eləyir komandaya. Mareska gənc kluba gəldiyini bilirdi. Və klubun milyard yarıma yaxın bir məbləğdə heyət qurduğunu bilirdi. Və bu heyətlə işləməli olduğunu da bilirdi. Klubun sistemi var, yəni rəhbərlikdən söhbət edir. Rəhbərliyin bir məntiqi var, bir sistemi var. Bu məntiqlə işləmək istəyir və o məntiqə əsas olanaraq da bir məşqçi gətirmişdilər. Gənclərlə işləməyi sevən və bacaran. Mareska'nın statistikası heç də pis deyil. 92 oyuna çıxarıb komandanı, yəni klubun üçgənin arxasında olduğu müddətdə 55 qələbə, 16 heç-heçə 21 məğlubiyyəti var. 59,8%lik bir qələbə nisbəti var. Yəni heç də pis statistika deyil. Mareska səncə bu sistemə uyğunlaşmamalı mı? Adam uzun müddət gözləmək, yəni səbirlə işləmək, böyük uzun müddətli layihəni içində olmaq istəmirdi. Daha tez nəticə vermək istəyirdi. Daha tez nəticə vermək istəyirdi və belə deyim, daha az əvvəl dediyim kimi transfer məsələləri var idi ki, yəni ilin əvvəlində, bu mövsümün əvvəlində, yəni Leo Colwill zədələndi, mərkəz müdafiəsi istəyirdi, yəni orta xəttdə bir futbolçu istəyirdi, belə deyək, hücuma daha güclü, daha dişli bir mərkəz hücumçusu istəyirdi, amma əvəzində Joao Pedro alındı və Liam Delap alındı, hansı ki onlar daha, yəni Chelsea səviyyəsində mənə deyərdim ki, yəni hücumçular deyil. Çünki Chelsea səviyyəsində biz Costa'nı görmüşük, Drogba'nı görmüşük. Yəni ona görə də artıq bu neçənci ildir ki, biz normal layiqli 9 nömrə görə bilmirik. Bəlkə də dünya hər yerində belə problem var, amma Chelsea'də bu daha çox özünü göstərir. Əvvəl, yəni dediyim kimi, güclü futbolçuları, mərkəz xətt oyuncuları var idisə, indi yəni heç cürə alınmır. Bu Moratan gəlişi də olub, Falcao da orada olub. Yəni bir çox oyuncular olub. Axırıncı Jackson özü də olsun, heç biri yəni Chelsea səviyyəsində futbolçu deyildi. Mareska bu amillərə görə ola bilər ki, rəhbərliklə yola gedə bilmədi və istədiyi futbolçular olmadığı üçün belə idi. Yəni bir yerdən sonra, belə deyim, nə qədər də sən razılaşsan, yəni qələbə qazana bilməyəndə artıq sən olursan günahkar və bu da yaxşı hal deyil məşqçi üçün. Keçək yeni baş məşqçiyə Liam Razanyara. Strasburqda mən deməzdim ki, möhtəşəm heyət var və Liam orada nəticə verə bilmir bu heyətlə. Fransada 7-ci pillədə səhv eləmirəmsə, Liga 1-də Strasburq, yəni ən azından dekabrın sonuna qədər olan nəticə budur. Öz klublarından gətirdilər Liam'ı. Yəni rəhbərliyin digər komandasıdır. Çox uzaqda axtarmadılar, uzağa getmədilər. Elə sən oradan gəl, ora başqasını taparıq. Nə fikirləşirsən? Liam necə işləyəcək? Nələr gözləmək olar? Liam haqqında belə deyim, daha çox məlumatım odur ki, özü gənc mütəxəssisdir və özü gənc futbolçularla işləməyi sevən bir məşqçidir.
Mən ümid edirəm ki, yaxşı bir nəticə olar. Heç olmasa, yəni liqada öz 4-cü, 3-cü fərqi yoxdur. 2-ci pillədə ən azı çempionluq əlbəttə ki, yəni bu xəyaldır. Yəni Fantastik görünür, bəli. Fantastik, yəni komandada hazırda hansı səviyyədə olduğunu da görürük. Amma ən azından Çempionlar Liqasına bilmirəm ona şərt qoyulub, qoyulmayıb açığı. Yəni, yəqin ki, növbəti çıxışlarında deyər, nə şərtlər qoyulub onun qarşısına. Ümid edirəm ki, Çempionlar Liqasında layiqli mübarizə aparar, belə deyək. Premier Liqada Çempionlar Liqasına getmək üçün heç olmasa zirvədə qalar, yəni ən azı 4-lükdə qalar, yəni ki, bu məsələlərə görə. Amma tam hələ nə edə biləcəyini mən dəqiq deyə bilmərəm. Çünki Rosenborgda da belə deyək, oyun nəticələrinə baxanda, yəni ortabab məşqçidir. Yəni dediyim, Chelsea səviyyəsində bir məşqçi deyil. Yəni bunun danılmaz faktdır. Yəni çünki rəhbərlik özü də belə deyim, yəqin ki, tapa bilməyib bazarda bir məşqçi və ona görə də məcbur olublar özlərinin belə deyək, klublarından Chelsea-yə transfer elədilər. Açığı, qoy sizin fan klub məndən öncəməz, Chelsea azarkeşlər məndən öncəməz. Mən düşünürəm ki, rəhbərliyin, yəni Chelsea rəhbərliyinin planı gələcəyin komandasını qurmaqdır. Və onlar doğru yolladılar. Gənc məşqçi, komanda ilə birlikdə yetişən məşqçi gətirib və həmin o gənc heyət ki, qurublar. Esteva məsələn 18 yaşındadır və onun hələ öz pik səviyyəsinə çatmağı üçün ən azı 3 ili, 2 ili var. O 2 il ərzində mən düşünürəm ki, Rosenborg da yetişəcək. Və digər oyuncularla birlikdə, yəni öz komandası ilə birlikdə böyüyüb, çox güclü bir, mən deyərdim, kollektiv formalaşdıra bilərlər. Gələcəyə baxır rəhbərlik. Mən azarkeşləri qınamam, belə deyim. Çünki hər bir azarkeş nəticə istəyir, hər bir azarkeş çempionluq istəyir. Bu da normal bir şeydir. Yəni bir il sən ola bilər ki, Premier Liqada zəif ola bilərsən, 2 il zəif ola bilərsən, yəni özünü toparlayarsan. Mən şəxsən özüm də razı deyiləm ki, bütün hamısı gənc futbolcular olsun, belə deyim, meydanda. Ən azından bir orta yaşda bir 29-30-a yaxın yaşlarda bir futbolçuların olmağı komandada çox yaxşı bir şeydir. Yəni yol göstərirlər. Adi Modric'in özü Milanda kifayət oyunlara təsir eləyir. Yəni bu reallıqdır, biz onu görürük. Adi Real Madriddən getdiyi ərəfədə hətta görürük ki, Real Madridin nəticələri nə yerdədir. Yəni komanda fərdi güc hesabından qələbələr qazanır, belə deyək. Oyun quruculuq yoxdur. Bizdə də dediyim kimi, sizin də qeyd elədiyiniz kimi daha çox gənclər təşkil etdiyinə görə, yəni belə deyim, çoxluq təşkil etdiyinə görə, ona görə də bu hallar baş verir. Bir gün yaxşı oyun keçirdirlər, bir gün stabil ola bilmirlər. Yəni bu aralarında belə deyək, James biraz yaş həddi var və o daim oyuna komandanı kökləyir, səsləyir, belə deyək. Amma bu kifayət eləmir də. Biz ondan əvvəl 2020-21-ci illərdə gördük ki, Çempionlar Liqasının qazanılmasında Jurunun nə qədər böyük təsiri var idi, Thiago Silva'nın nə qədər böyük təsiri var idi, Aspilicueta'nın özünün nə qədər böyük təsiri var idi. Bunlar hamısı vacib amillərdir. Yəni əlbəttə ki, ən azından 1-2 yəni yaşlı müdafiəçi demək, o futbolcular olmalıdır. Müdafiə xəttində olmalıdır, yarım müdafiədə mütləq şəkildə bilməli olmalıdır ki, bu Dirijorluq eləsin meydanda, belə deyək, müəyyən dərəcədə. Çünki bu futbolçular hamısı gəncdir, yəni bunlardan gözlənti, mən özüm şəxsən belə çox belə gözlənti gözləyə bilmirəm. Çünki yəni Chelsea kimi kluba gəlirlər, yəni bu gənc yaşlarında böyük baskı olur, azarkeşlərin böyük baskısı olur, belə deyək, medianın böyük baskısı olur. Alınmayanda da üzülürlər, özünüz də bilirsiniz ki, sosial şəbəkə dövrüdür. Yəni onlar haqqında yazılanları əminəm ki, oxuyurlar. Paylaşımlar eləyəndə bizə də baxırlar. Jackson'dan tutmuş James'e qədər hamısı baxırdı bizim storylərdə nə paylaşırıq. Yəni biz də çalışdığımız qədər çalışırdıq. Yəni motivasiyalı bir şey olsun. Çünki yəni dediyim ki, indiki futbolçulara bu təsir edir. Əvvəl sosial şəbəkə yox idisə, media var idi, amma indi belə deyək, faktiki görürlər azarkeşlər nə yazır,
onlar haqqında nələr danışırlar. Ona görə də bu onların oyununa, motivasiyalarına təsir edir. Çox təşəkkürlər canım. Minnətdaram fikirlərin üçün. Sizə ümumiyyətlə fan klub olaraq uğurlar arzu edirəm. Elə Chelsea-də yeni baş məşqçi ilə, yeni yolunda, mövsümün ikinci yarısında görüşmək ümidi ilə. Sağ olun. Sağ olun.